Yəqin ki, bütün xanımlar belədir. Marketə bir şey adı ilə gedirsən və bir yığın pul xərcləyib geri qayıdırsan. Bu gün də evdən çölə bir şey adı ilə çıxmışdıq və yenə də əliboş qayıtmadıq. Dönər istəyirdi ürəyim, amma ürəyim orada alıb yeməyi sevmir. Artıq əvvəlki kimi deyiləm. Yaş ötdükcə sanki elə şeylərin təmizliyinə görə ürəyim istəmir. Ona görə dedim evdə hazırlayacağam. Dönər üçün bir iki şey aldım. Döyüğa üçün göy-göyərti aldım. Unum qutarmışdı, un aldım. Marketdə 28 manat pul xərclədim. 1 manatlıq mağazada isə 8 manat xərclədim. Bazarda isə 2 manat, 1 manat əvvəlliyə verdim, 1 manat 30 qəpik də göyə verdim. Belə təxmini 50 manata yaxın pul xərclədim. 1 manatlıq mağazadan daha çox şeylər aldım, stəkan falan, belə şeylər aldım. Və qızlar, siz bilirsiniz ki, bunların hamısını mən öz qazancımla eləyirəm. Siz də mənim kimi evdən çıxmadan, heç bir yerə getmədən qazanc qazanmaq istəyirsinizsə, pul gəlir əldə etmək istəyirsinizsə, mütləq nömrəmə yazın. Çəkinməyin ki, nömrəmə yazdınız, nəsə olacaq. Biz sizə sadəcə işimiz haqqında məlumat verəcəyik. İstəyib istəməmək bu şəxsi qərarınızdır. Yəni mütləq nömrəmə yazın və bu arada Instagram hesabımda story bölməsində çox maraqlı postlar paylaşıram. Hətta dönər hazırlamağı belə orada öyrətdim qızlara. Keçid edib səhifəmə takip atmağı unutmayın. Və siz deyin görək, dönəri çöldə alıb yeməyi xoşlayırsınız, yoxsa evdə özünüz mü hazırlayırsınız? Mənə görə evdə daha təmiz olur. Belə